Qadın ailənin və övladların xoşbəxtliyini bir təminatçısıdır. Qadın öz sevgisi ilə, qadın öz mənəvi gücü ilə, Allahın ona fitrətən verdiyi o mənəvi enerji ilə qadın ailəni və cəmiyyətin ruhudur. Kişi beyindir, qadın ürəkdir. Hansı önəmlidir? Hər ikisi. Bir olmadan digəri olmaz. Bax, ürəyi hərəkətə gətirən beyindir, beyinə qan verən də ürəkdir. Hər ikisi önəmlidir. Ancaq qadın mənəviyyat və sevgi, məhəbbət, bütün bu şeyləri o verir. Kişi isə istiqamətçi və rasionaldır. Məntiqi və alqoritmlə düşünür. Hesablamalarla, rəqəmlərlə düşünür kişi. Ailəni qoruyur, ailəyə istiqamət verir. Ancaq qadın olmasa, kişi də o bacarıqlarını itirəcək. Kişi də öz tərəfindən qadına bu gücü verir. Çünki düzgün istiqamətlənmə və qorunma olmasa, ürək də zədələnəcək. Hər ikisi önəmlidir. Biri daha önəmlidir sözü yanlışdır. Hər ikisi önəmlidir. Ancaq çöküş başlayır ürəkdən. Qadın uşaqlarına düzgün tərbiyə verməsə, neçə övlad varsa o qədər ailəni məhv elədi. Düzgün istiqamət versə, o qədər ailəni xilas elədi. Çünki zaten tərbiyə funksionallığı təbii olaraq qadındadır. O mənəvi olaraq qadın bir baxışı ilə, sevgi ilə hər şeyi kontrol edir. Kişiyə də ciddi şəkildə təsiri var.